Qanunda hacılıq olsun gərək. Qanunda insanlıq olsun. Söhbət hacı getdim, gəldim. O param var yeri için bana verib gidib gəlmişsən. Gözüm aydın ki, hacdan gəlmişsən. Hər şey pulun üstündə qurulmuyor. Ben adam barıştırmışım. Bilirəm ki, gəlib orası günü gedib bir qızı kəsmişəm, barıştırmışam onları. Erməni müsəlman davasında Türklər gəlib bizim kəndə. Erməni zadına xısiyə, Şamaxanı da qırıb, Qubanı da bizə girə bilməyiblər. Dedim, ay sən hazır mükari müşriksən, atın meyxananı get oxu, şeir yaz, aradan əl çək. İndi meyxana deyir uşaqlara, mən demirəm, mən indi o şey. Çox güclüydü o. Bunu mən sənə deyim, o ağasarın biraz şey elədi, değişə bilmədi onunla. Erməni müsəlman davasında Türklər gəlib bizim kəndə. Orada Ağdərə ilə, Xızı ilə Şamaxının qranitsası var. Və bir çay var orada. Bu cəmaət bizimki əmbizlər dağlarda başlayıblar oraya güllə atmağa. Ki, ermənilər gəlir. 50 dənə qurban kəsdilər Türklər üçün. Erməni zadına Xızıya, Şamaxanı da qırıb, Qubanı da bizə girə bilməyiblər. Qoymayırlar. O dağlarda ağır dağlardır, görəsən gərək də. Orada dayanıb onları güllərlə qaytarmışlar dara. Yəni oraya mümkün deyil də gəlmək. Şamaxanı da qırıblar, Qubanı da. Xızı rayonuna girə bilməyiblər. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var. Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə, Aşağıda gördüyünüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. xoş izləmələr. Marakanlar Petrun vaxtından gəliblər. Petr onları donuz əti yemədiklərinə görə, əraq içmədiklə Marakanlar, onlar hindi də var, Sürən Gezakalardan göstərdi. Beyləkanla. Dedi, biz donuz əti yemirik. Petr Ferro ona görə onları qovub orada. Petr Ferro bilirsən nə olub? Rusiyanı, Petr Ferro deyib də, İstanbul Rusiyanın paytaxtı olsa yaxşı olar. Bunu eşitməmişsiniz. Bizlərin əsas kötüyü, müharibə başlayandan acılıqdan gəldilər hamı. Çoxunu mən yadıma yarı köçürdülər. Yasamala, əvvəl Xriptoviç, sonra Yasamal ki, açıldı, getdilər Yasamala. Yasamal açsanda mənim yadıma gəlir. Yasamalı qabaq aşağısı tövlələr idi. Mal saxlayırdılar orada. Bizlərin böyük torpağı vardı. Biz bu Şurabada gələndə Şurabat az idi. 59-cu ildə. Bizim buğdanı bit basmışdı orada. Atam Fermi deyir, 2 ton buğda düşmüşdü payla. Əmək gününə idi də. Söğüt hüküməti gələndə gəldilər bizlərə, bəri eşitmişəm mən. Ki, gəlin də Söğüt hüküməti. Bizimkilər deyib ki, bu hökumətlə bununla vuruşa bilmərik biz. Bu hökumətdir, bununla vuruşmaq olmaz. Deyiblər bizim cəmaatı, siz qorxursunuz. Bizim cəmaat getməyib. Onlar getdilər, vuruşlar, hamısını öldürdülər. Meyitləri də var, deyir, yolun qırağında. Şəkilləri də var. Hamısının qırdığı şəkillər də var, tarix. Onu çəksinlər də kino var. Kənddə deyirlər, Malla abası, orada Malla var. Deyiblər, onun deyinə Allah yoxdur. Bıraxarsan deyib, Allah var, belimizdən vuracaq. Aparıb güllələdilər bunu. Yaxşı kişilər vardı kətdə. Komünistlər ağələmiş də, bildin. Hərəsi bir komsomol bileti qoymuşdu. O ağır kişilər bunlara söz deyə bilməz. Belə idi. Atam bir dəfə fermidirdən hələ ona görə çıxartdılar. Dedilər atama ki, töyləmişdilər onu kolxoz edir. Atam vermirdi. Ağarca gəlmişdi də. Kolxoz edir ora.
Sonra adam çağırmışdı, kolxozdur onu. Sen komünist deyir, cəhənnəmə komünist deyirəm, heyvanı yaxşı otarda qırırsınız. Atamı çıxartdılar. Atam özü çıxdı, çıxartmadılar. Rüşvətlə qoydular atamı fermə müdürü. Diyan verdi, xatı idi. Atam mənim fermə müdürü işləyirdi qoyunda. Kolxoz edilir, bir dənə quzu vermirdi. Kolxozun malını yemək haram idi. Atam namaz qılırdı. Biraz süt sağıb götürürdü də, çobanlara bizə də verirdi. Sonra əllərini qaldırırdı, pərverdiyara halal elə. Dedim, ata ne üçün Allah'a yalvarırsan? Kolxozun malı dedi, hayvla gözüm qabağında yığılıb. Xalqın malıdır. Kolxoz edir, bir dənə quzu ala bilmirdi, fermə müdürü də. İnsan gərək cavan olanda qoçalığı üçün oğlum özünə bir şey saxlasın. Cavan olanda da bizim o vaxt pulumuz olanda bu kəndə girəndə yavaş-yavaş maşın sürürdük. Deyərlər pulu var. Bildin? O vaxt Ayla Saltanoğlu və eşitmişsiniz. Mərkəzi komitədə böyük vəzifədə işləyir. O Mikail Müşfiqi çağırıb deyir buna ki, Hüseyin Cavidi onsuz tuturlar. Gəl diyan yüzünə. O deyib ki, adam müəllimi, onun şeiri var ona. Adam müəlliminin yüzünə dayanmaz. Onu hələ şairlər tuturdu. 28 yaşı vardı. Nizami Rəmzi meyxana deyən. O mənim dostum idi, Qaragin. Ona çox yalvardım mən. Mənim yanıma çox gəlib gedirdi o. Bir dəfə şey elədi, o şairlər meyxanalar, sən gəldim dedim onlara ki, istedim deyim görüm ki, şey elərlər, görəsən dünyaya nüş gəlib insan. Hələ onu bir də hələ adi bir izah eləsən, adi hələ öz dilimizdə, göz nüş gəlib. Ancaq Nizami onu şeirdə dedim, hələ sən Mikail Müşfiqsən, ged oxu, bu əraqdan əl çək. Baxma sözümə, bırak. Çox gəlib bizə burada həyata. Mənə bəhs dost idi. Çox yalvardım ona. Dedim, ay sən hazır Mikail Müşfiqsən, atın meyxananı ged oxu, şeir yaz. O masasını da meyxana diyan orada, sonra keçdi şeirə də. Hə. Meyxana diyan idi, mən özüm gözümlə görmüşəm onu. İndi gör onun qəzəllərinə bax. Hə? Nizami çox güclü idi. İndi meyxana deyir uşaqlara, mən demirəm, mən indi yoxsa. Çox güclü idi o. Hə? O söz üçün gəzmirdi. Özü mədəni idi. Qalısı xınazadla həmişə. Belə beyədab adam deyirdi. Heç meyxanada da beyədab danışmırdı o. Mən sənə deyim, o Ağasarın biraz şey elədi, dəyişə bilmədi onunla. Çoxu deyir pula görə, nə bilim Nizami, o hərdən deyirlər, o Rəşad Təhəli olub. Çox deyir pula görə, əsas görə. Rəşad da güclü meyxana deyəm. Rəşadı müharibədə mən görmüşəm, lentləri var. Savdatlara ləbbək, Allah Ekber deyib, ermənin üstünə gedirlər. Rəşad orada olub. Müharibənin çiynində idi Rəşad. Mənim nəvələrim o balacası kəndədə heç sigaret çəkmir. Hə, and vermişəm onu. Hə, uşağı tərbiyə lazımdır. Uşağı döyməklə tərbiyə vermək lazımdır. Uşağı döymək lazımdır. Söz deyəsən gələ alsın. Allah deyir ki, ağıl vermişəm sana. Hərdən otur gələ bir ağılına fikirləş ki, mən kiməm? Mən deyirəm onlara ki, nəvələrimə heç olmasa, bir daha balaca nəvəm olub, qız nəvəsi. Şərtlərini ki, babama oxşayır. Mənə də güya deyim ki, mənə oxşasınlar. Hə. Mən qardaş oğlum, Allah şahiddir, mən həmişə tutmuşam. Mən heç kimə, heç nə, mən adam barışdırmışam. Bilirəm ki, gəlib oracaq günü gedib, bir quzu kəsmişəm, barışdırmışam onları. Bəli.
Sana insan neçə gün yaşayırsan bəyə, nə qədər yaşayırsan? Deyir ki, qiyamət günü mən Quran oxuram bir sərçinə. Deyir, nə qədər yaşadığın deyir, deyir, heç nə qədər. Şimdi gələ, bu da gələ, maşallah, bu da gələ. Gəlmişsə Allah saxlasın. Ədəblə, ərkanla, hamısı. Belə olmalıyıq da. Mehriban olmalıdır. Bax, heç tanımırsan. Mehriban olmalıdır da. Ben şeye gedirdim, Nabranda işliydim ben, gidip gelirdim şeye. Nabrana'da gidip gelirdim. Dükkanda da adam çıkırdı götürürdüm. Hasmaza gelen. Biri saati pul verende götürmerdim. Birinci minip gedir məni, nə dedim, ayıbdır, pul, mən hələ belə götürdüm. Biri hələ mən baxıram sənə, ayla buna pul verin, vermeyin. Dedim ki, birdən vermərəm. Dedim, yox, mən hələ bir gün nəvəm çıxıb bura, dərsə gedir buradan, Kələziyə. Deyir ona, bu da bir matı gedir də ora, bir matı orada bir matı. Bir uşağa ki, uşağa 2 manat ver aparım səni. Uşaq qayıdıb gəlmişdi. Bildim, belə adam da var. Uşaqda 2 manat pul istəyir. Bildim, hər şey pulun üstündə qurulmuyor. Həyatdan başqa şeydir. Hemen gittim, hazır geldim. Ne olur, hadi hazır, yok. Kanunda hazırlık olsun gerek. Kanunda insanlık olsun. Söhbət hazır gittim, geldim. Bu pulun var yeri için bana verip gidip gelmişsin. Gözüm aydın ki hardan gelmişsin. Bir görüm hele hazırlık kabiliyetin var ya yok. He? İnsanperverlik başka şeydir kardeş oğlum. İnsan Neşter Nizami Rəmzi. Gəlirsən insan, ey insan neş gəlib dünyaya. Gəlirsən neş gəlib dünyaya, belə bir şeir var. Neş gəlib. Zəhmət əziyyət çəkməyə. Vəssalam.